İzləyicilər, bir daha axşamınız xeyir olsun deyirəm. Bu gün bayram produktu paylayanda bax belə bir ailəyə rastlaşdıq. Deməli bu ailələr hələ bizə dedilər ki, biz üzlərini çəkmək istəmirdik. Açığı ailə özü istədi ki, üzlərini çəkək ki, konkret bu ailəni yaxından hamı tanısın. Bu ailəyə həqiqətən də real dəstək lazımdır. Bu ailənin vəziyyəti çox ağır, acınacaqlı bir vəziyyətdir. Yeni ildə həqiqətən produktları da yoxdur. 6 uşaq var bu ailədə. İndi hələ evin sahibi Elməddindir. İndi onu da danışdıracaq siz üçün. Zəhmət olmasa gəl orada dur. Elməddin, axşamın xeyir, bayramın mübarək olsun. Xoş gününüzə gələk. Bu günləri biz 14 ailənin yanında olmalıydık. Deməli birinə produkt yox, pul verdik. Belə də ki, bayram ayı. Biz sizin də ailəni bizə dedilər ki, biz sözünüzü heç birinizi çəkmək istəmirdik. Ancaq məsləhət verdilər ki, siz özünüz də deyirsiniz, çəkək. Özünüz haqqında məlumat verin. Sizin nə çətinliyiniz var, nəyə köməyə ehtiyacınız var? Buyurun. Dolanışığımız çətindir müəllim. Danışırıq, bir yerdən gəldiyimiz zadımız yoxdur. 6 uşaqdır, bir 2 nəfər. 6 uşaq sosial zad alırsa? İndi təzə bu qıza görə 6 uşaqlı yerlə düzəltdirmişik də. Hələ heç nə yox. İnşallah. Biz də sizə söz veririk ki, hər ay inşallah Allahın köməyi ilə sizə produktla dəstək olacaq. Bir daha bayramınız mübarək olsun deyirik. Elə izləyicilər, bax, ailə özü istəyir, yəni ailənin özü istəyidir ki, ətraflı çəkiliş olsun, ailəni hamı tanısın. Baxın, gətir. Bax, bayram produktlarını, Allah canlarını sağ olsun qardaşlar. Deməli, produkt çörəyi də oradadır. Çörəyinə kimi, alın bunu. Özləri istik eləyir ki, yəni. Dəyərli izləyicilər, bir daha axşamınız xeyir olsun deyirəm, qapını bir dənə. Bu ailəni biz tam yaxından bugün tanış olduq. Allah Talih qardaşımıza can sağlığı versin. Veteran qardaşımıza qarşısında baş əyirik. Bizə Talih yönəldir. Veteran qardaşımızdır. Yəni Allah canı sağ olsun. Dəstək olan qardaşlar. Qardaşlara sağ ol deyirəm ki, bizi sizin kimi ailəni tanıtdı. Bax, 4 uşaqdır. İkisi böyük olduğuna görə onlar da qız uşaqdır. Çəkmədik, onların üzünü göstərmədik. Kimlər istəsə bu ailəyə dəstək olmaq, buyursun, dəstək olsun. Bax, bu günləri biz bayram produktunu gətirdik. İnşallah Allahın köməyindən sürədə bayram sovqatı olacaq. Çünki həqiqətən vəziyyəti ağır acınacaqlıdır. Çölü də göstərdik. Biz sizə söz veririk, Elməddin. Allahın köməyindən. Nə produktlarımız olsa sizin ailəni yaddan çıxartmayacaq. Allah sizi var eləsin. O puldan... Bax, üstümüzdə qalan 11 manat o puldan pul qalıb, o pulu da veririk o uşağın əlinə. Veririk bayram payıdır, veririk balamızın əlinə. Gəl, oğlum. 11 manat o puldan cəmi pul qalmışdı, yəni biz 1 manat olsun ki götürməmişik. 1000 nə qədər pul yığılmışdı, onu qəpiyinə kimi də o pulla paylaşacaq. Qalan 11 manatda verdik uşağa. Bir daha yeni iliniz mübarək olsun. 2026-cı il sizin üçün düşərli il olsun. Balalarınızdan xeyir götürəsiniz. Gözəl dəyərli Azərbaycan xalqı, qarşınızda baş əyirik, mərd xalqsız. Bu gün torpaqları bir olub azad etdik. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı. Bu gün bizləri qoruyan, istəkli bayraq altında isti soyuq bilməyən bizim hərbiçi, əskərindən zabitinə kimi hərbiçilərimiz var. Bayramları mübarək olsun. Qarşılarında baş əyirik. Bəli, bax gələcək 2 dənə əskərdir. Onlar da bir dənə gələcək əskəri var, gələcək analardır bunlar. Hamımızdan xahiş edirik bu ailəyə dəstək olsun. Gecəniz xeyrə qalsın. Allah sizi var eləsin. Bir daha 2026-da görüşərik. Var olasın.